Həzrəti İsa aleyhissalam bir gün səhabələri ilə bir məntəqədən, kənddən keçirdi. Gördü ki, buranın əhli ilə küçədə, bazarda kim harda gəldi, düşüb ölür. Həzrəti İsa buyurdu ki, bunlara bəla nazil olub, belə ölüblər. Əzəlləri ilə ölsəydilər, heç olmasa biri-birini dəfn eləyərdilər də. Bəla bunları haqlayıb, kimi harda tutub, orada da əzab götürüb. Ətrafındakiler dedilər ki, ey Allahın Peyğəmbəri, kaş bunlardan birini danışdırardın. Həzrəti İsa da ölülərlə danışırdı, ölüləri dirildirdi. Bilərdik bunlar nəyə görə Allahın əzabına düçar olublar? Həzrəti İsa aleyhissalam o cəsədlərə xitab elədi. Onlardan biri cavab verdi. Həzrəti İsa buyurdu ki, sizə nə üçün ilahi əzab yetişib? Neynəmisiniz ki, Allahın əzabı sizi belə haqlayır? Dedi, ey Ruhullah, ki, Həzrəti İsa'nın ləqəbi Ruhullah idi. Ey Allahın Peyğəmbəri, iki günahımıza görə bizi əzab haqlayır. Dedi, nədir o iki günah? Dedi, birincisi dünya sevgisi. İkincisi tağuta olan itaət. Bu iki günahımıza görə Allah-u Müteala'nın əzabı bizə yetişir. Həzrəti İsa aleyhissalam buyurdu ki, dünyaya olan məhəbbətiniz necə idi ki, Allah sizə əzab. Hamının qəlbində bir dünyaya meyillənmə var da. Nə qədər də dindar yaşamağa çalışsan, nə qədər də dünyada zahid olmağa çalışsan, biz o mühitdə, o şəraitdə, o dəyərlər içərisində böyüməmişik. Bir yerdə insanın bir dünyaya, bir dünyanın nemətinə, qəlbindən bir yaxşı ev olmağı keçir, maşını olmağı keçir, libası olmağı keçir. İndi kimdə bərk, kimdə yüngül. Hamıda bu meyil var. Amma bu meyil necə olmalıdır ki, Allah o dünya məhəbbətinə görə əzab göndərər. Həzrəti İsa dedi, sizin dünya məhəbbətiniz necə idi ki, Allah sizə əzab göndərir? Dedi, körpə uşağın anasına olan məhəbbəti kimi. Anası onu ağuşuna alanda, qucağına alanda sevinər. Anası yanından qovanda ağlayar. Bizim dünyaya olan məhəbbətimiz belə idi. Bizim dünyaya olan məhəbbətimiz belə idi. Dünya bizi ağuşuna alanda, nemətlərini bizə təqdim edəndə sevinirdik, fərəhlənirdik, hər şey gözəldir. Dünya bizdən üz döndərəndə, nemətləri əldən çıxanda, məcazi dillə desək, dünya başımıza yıxılırdı. Bu dünya məhəbbəti ilahi əzabın bizə yetişməyi üçün səbəb oldu. Dedi, yaxşı, bəs tağuta necə itaət eləyirdiniz? Dedi, hər nə deyirdisə ona əməl eləyirdik. Mühakimə eləmirdik ki, bunu əmr eləyirsən, bunu niyə əmr eləyirsən? Bunun bizə faydası nədir? Vəsair və ilaxır. Mühakiməsiz, qeydsiz, şərtsiz, nə deyirdisə, haqqına tabi olurdu. Həzrəti İsa soruşdu ki, nə üçün bu qövmün içərisindən bir sən cavab verdin? Dedi, ya İsa, Allah bu qövmün tamamını odla yandırır, cəzalandırır. Mən bunların içərisində bunlardan deyildim. Onların içərisində yaşayırdım. Məcbur idim, getməyə yerim yox, hara çıxım gedim. Dəyişdirəcək bir gücüm yox, nəyi dəyişdirə bilərəm? Kimə söz keçirdə bilərəm? Məcbur yaşayırdım bunların içərisində, amma qəlbim heç vaxt bunlarla razı deyildi. İndi Allah onların hamısını oddan əzablandırır. Məni də o odun üstündə bir ağacdan, kəndirdən asıblar. Elə hey qəlbim nigarandır ki, bu dəqiqə o kəndir oradan qırılacaq, düşəcəm odun içərisində. Ona görə bəzən məzəmmət ediblər də ki, o fisq əhlinin içərisində olma. Quran-ı Kərimdə Allah buyurur, məgər Allahın yeri yoxdur ki, hicrət eləmirsiniz, yaşaya bilmirsən burada, din yaşaya bilmirsən, harada dinini gözəl yaşaya bilərsən? Ged orada yaşa, orada hicrət elə. Şəhərdə yaşaya bilmirsən, köç kənddə yaşa. Allah istəyən dini burada bir bəhanələrlə yaşaya bilmir. Get bir ucqar yerdə yaşa. Fərqli bir məntəqəyə köç.
İndi insan da var ki, heç bir şey yoxdur, dəyişdirə də bilmir və yaxud da öhdəliyi olduğu halda məsuliyyət hiss eləmir. Nə edirəm deyib özümü pis eləyirəm. Buyurur ki, onları əzabla yandır, amma məni onlardan ayırır. Mən ki, bunlardan bəraət edirdim. Fərqim nədir? Bunun da həyəcanı var, bunun da təlaşı var. Hə. Həzrəti İsa əleyhissalam bir dənə cümlə deyir. Bu rəvayətin hamısını bu cümləyə görə də danışmışam. Məxsusən bəzən möminlərin dillərində elə giləy-güzər var. Dinlərinə münasibətdə görürsən ki, dünya elə başı qatıb ki, din yaddan çıxıb. İmam Hüseyn əleyhissalamın kəlamı var, insanlar deyir, dünyanın qullarıdırlar. Din dillərinə yapışmış bir insanın dilində bir tük olsa necə narahat eləyər. Din dillərində belə bir şeydir, dillərində olan bir şeydir. Elə ki, bəlalar, imtihanlar qabağa çıxar, dindarların sayı azalar. Rahatlıq vaxtında hamı namazını da qılır, ibadə, orucunu, filanını, bəhmanını, zahid, abid. Bir damcı sıxıntı olanda, biraz müşkül olanda, filan olanda Həzrət buyurur ki, elə ki, bəlalar qabağa çıxdı, imtihan, o din üçün bir iş görmək üçün, əziyyət görmək üçün Allah imtihan elədi, onda dindarların sayı azalar. Bunu İmam Hüseyn əleyhissalam deyir da Kərbəlada nələr yaşamışdı, nələri görmüşdü. Həzrət İsa əleyhissalam buyurur ki, Ən-navmu dubrəl məzabil, zibilliklərdə yatmaq və əklu xəbzi şəir, arpa çörəyi yemək, kəsirun mə'ə səlaməti din. Dinin salamat olduğu halda zibillikdə yatıb arpa çörəyi yemək özü böyük şeydir. Yəni, sənin dinin salamatdırsa, küçədə, bacada, zibilliklərdə qalıb, quru çörəklə qidalanmağı özüvə dərd eləmə. Dərdin o olsun ki, qəsirdə olasan, dinin olmuyor. Rahatlıq içərisində olasan, hər bir şey yolunda, qaydasında gedər, amma dinin olmuyor. Buyurur ki, zibillikdə yatıb arpa çörəyi yemək, dinin salamat olduğu halde. O dinin də xarabdırsa, heç nə, zillət içərisində zillət yaşayırsan. Nə dinin var, nə dünyan var. Dinin salamat olduğu halda zibillikdə yatıb arpa çörəyi yemək özü böyük şeydir. Bir rəvayətdə kəsirun mə'ə səlaməti din, dinin salamat olduğu halda böyük şeydir, çoxdur deyə keçir. Birində yəsir keçir. Bununla da məna eləmiş olsaq, yəni dinin salamatdırsa, zibillikdə yatıb arpa çörəyi yemək sənin üçün yüngül bir şey. Bunu özünə dərd eləmə. Dərdin bu olsun ki, hər şey qaydasındadır, amma dinin yoxdur. Bu baxımdan insanın dinini qorumaq onun üçün olmazsa olmazdır.